Salam uşaqlar. Bugün sizinlə 8-ci sinif biologiya yeni dərsliyin əsasında 6-cı bölmənin 4-cü mövzusunun izahına baxırıq. 4-cü mövzumuz insanın cinsiyyət sistemidir. Cinsi çoxalma növün davamlılığını təmin edən əsas mexanizmlərdən biridir və insanlarda cinsi çoxalma kişi və qadın cinsiyyət hüceyrələri, yəni kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrənin birləşməsinə əsaslanan bir prosesdir. Qadın və kişi cinsiyyət hüceyrələri hansı orqanlarda formalaşır? Təbii ki, qadın cinsiyyət hüceyrələri yumurtalıqlarda, kişi cinsiyyət hüceyrələri toxumluqda formalaşır. Cinsiyyət hüceyrələri digər bədən hüceyrələrdən nə ilə fərqlənir? Cinsiyyət hüceyrələri xromosom sayına görə digər hüceyrələrdən fərqlənir. 2 dəfə az olur. Xromosom sayı 2 dəfə az olur. Cinsiyyət hüceyrələrinin birləşməsindən yeni orqanizm yaranır. Yəni yumurta hüceyrə ilə spermatozoidin birləşməsindən yeni orqanizm yaranır. Ata və ananın cinsiyyət hüceyrələri onların əlamətlərini yaranacaq yeni orqanizmə ötürür. Yəni bu cinsiyyət hüceyrələrində olan əlamətlər yaranacaq yeni dölə, yeni orqanizmə ötürülmüş olur və beləliklə yeni yaranan orqanizm valideynlərinin əlamətlərini daşıyır, amma heç də onların tam oxşarı olmur. Yəni valideynlərin hər birindən müəyyən genetik əlamətləri alır, amma nə ananın, nə də atanın tam oxşarı olmur. Burada fəaliyyətdə bizə qadın və kişi orqanizmində fərqləri müəyyənləşdirməyi belə deyək ki, tapşırığı verilmişdir. Və boş xanaları tamamlayaq gəlin. Cinsiyyət vəzləri. Kişi cinsiyyət vəzi toxumluqlar, qadın cinsiyyət vəzləri yumurtalıqdır. Daha sonra cinsiyyət hüceyrələri, qadın cinsiyyət hüceyrəsi yumurta hüceyrədir, kişi cinsiyyət hüceyrəsi spermatozoiddir. Hormonlar, kişi cinsiyyət hormonu testosteron, qadın cinsiyyət hormonu estrogen və progesterondur. Çiyinlər kişilərdə geniş, qadınlarda çiyinlər dar olur, ensiz, dar olur. Çanaq kişilərdə ensiz, qadınlardakı çanaq geniş olur. Əzələ kütləsi qadında az, kişilərdə çox olur. Dərialtı piy toxuması kişilərdə az, qadınlarda isə çox olur. Nəyə görə qadın orqanizminin çanaq hissəsi daha enli olur? Bu xüsusiyyətin funksional əhəmiyyəti nədir? Çanaq hissənin daha enli olmasına səbəb doğuş zamanı dölün bətnindən daha rahat xaric olunmasına, yəni doğuşun normal getməsinə bir şərait yaradır. Daha hansı xüsusiyyətlərinə görə kişi və qadın orqanizmi bir-birindən fərqlənir? Təbii ki, kişi və qadın orqanizmi xarici görünüşünə görə, məsələn, qadın orqanizmində süd vəzləri yaranır, daha sonra qadınlarda səs daha incə olur, kişilərdə səs qalınlaşması baş verir, kişilərdə üzdə tüklərin yaranmasına biz deməli deyə bilərik. Deməli, indi isə baxaq kişi cinsiyyət sisteminin quruluşuna baxaq. Kişi cinsiyyət sistemi əsasən hansı hissələrdən təşkil olunmuşdur? Kişi cinsiyyət sistemi toxumluqdan 2 dənə toxumluq var. Toxumluqlar dəri xayalıqda yerləşir. Sonra 2 ədəd toxumluqdan, toxum kisələrindən, baxın 2 ədəd toxum kisəciklərindən, bu da 2 ədəddir və yaxud da cinsiyyət artımı vəzləridir bunlar eyni zamanda və eyni zamanda 1 ədəd prostat vəzidən. Bunlar ikisi bir yerdə cinsiyyət artımı vəzləri adlanır. Daha sonra toxumluqla toxum kisələrini əlaqələndirən toxum çıxarıcı borudan, bu da 2 ədəddir, toxum çıxarıcı borudan ibarətdir. Deməli, 2 ədəd toxumluq, 2 ədəd toxum çıxarıcı boru, 2 ədəd toxum kisəciklərindən, 1 ədəd prostat vəzidən ibarətdir və xarici cinsiyyət orqanından ibarətdir. Dedik ki, toxumluq dəri xayalıqda yerləşir. Toxumluğun içərisində spermatozoidlər inkişaf edir, hansı ki, qamçılı hüceyrələrdir, hərəkət edən hüceyrələrdir, formalaşır. Cinsi yetişkənlik dövründə toxumluqlar testosteron hormonu istehsal edir. Hansı ki, bu testosteron hormonu həm cinsi əlamətlərin inkişafına, həm də spermanın istehsalına təsir göstərir. Belə ki, bu hormon səsi
mayesi qalınlaşmasına, bədəndə tüklərin artması kimi əlamətlərin inkişafına, üzdə tüklərin yaranmasına və qoltuq və qasıq nahiyələrdə tüklərin əmələ gəlməsinə və digər proseslərin inkişafına demək ki, təsir göstərir. İkinci cinsi əlamətlərin yaranmasına təsir göstərir. Toxum kisəcikləri, bax burada göstərilən, bax bu toxum kisəcikləri spermatozoidlərin son saxlandığı yerdir. Belə ki, spermatozoidlər toxum çıxarıcı borular vasitəsilə ötürülür toxum kisəciklərinə və burada saxlanılır. Və spermatozoidlər toxum kisəciklərindən çıxaraq prostat vəzinin mayesi ilə qarışır və qarışıb sperma əmələ gətirmiş olur. Demək, prostat vəzi həm spermanı aktivləşdirir, həm də onu qəlləbləşdirən maye ifraz edir. Hansı ki, demək, prostat vəzi həm spermanı deməli aktivləşdirir, yəni spermatozoidləri aktivləşdirir, eyni zamanda da qələvi bir mühit yaradır. Və bu sperma, yəni prostat vəzinin mayesi ilə qarışmış sperma toxum çıxarıcı borular vasitəsilə sidik kanalına ötürülmüş olur və prostat vəzninin mayesi spermatozoidlərin hərəkətliliyini dedik ki, artırmış olur. 1 kub santimetr spermanın tərkibində 20 milyon və yaxud da 60 milyon spermatozoid olur və bu deməli cinsiyyət orqanı həm sidik sisteminin, həm də cinsiyyət sisteminin deməli birlikdə sidik cinsiyyət sistemi deməli bura açılır. Belə ki, burdan həm deməli sidik ifraz olunur, həm də cinsiyyət hüceyrələri sperma ifraz olunmuş olur. İndi isə danışaq qadın cinsiyyət sistemindən. Qadın cinsiyyət sistemi yumurta hüceyrələrinin yaranmasında, mayalanmada, dölün inkişaf etməsində, doğuşun həyata keçirilməsi üçün, deməli, həyata keçirilməsində rol oynayan orqanlara malikdir. Belə ki, qadın cinsiyyət sistemi yumurtalıqlara malikdir. Dedik ki, yumurtalıqlarda yumurta hüceyrə yaranır. Uşaqlıq boruları, baxın, yumurtalıqlar 2 ədəddir. Bu bir yumurtalıq, bu da ikinci yumurtalıq. Yumurtalıqlar çanaq boşluğunda yerləşir uşaqlar, amma bayaq danışdığımız demək ki, toxumluqlar isə kişi orqanizmində heç bir boşluqda yerləşmir. Baxın, burada sidik deməli kisəsi göstərilib, çanaq boşluğunda yerləşir, toxum kisəcikləri də çanaq boşluğunda yerləşir. Amma qadın orqanizminin cinsiyyət sistemi ümumiyyətlə çanaq boşluğunda yerləşir. 2 ədəd toxumluqdan, yumurtalıqdan ibarətdir. Bu yumurtalıqlar içərisində yumurta hüceyrə yetişir. Daha sonra deməli 2 ədəd uşaqlıq borusundan ibarətdir. Baxın, bir boru budur, digər boru isə buradan hərəkət edir, budur. Deməli 2 ədəd uşaqlıq borusundan və uşaqlıqdan ibarətdir. 1 ədəd uşaqlıqdan ibarətdir. Daha sonra uşaqlıq boynundan ibarətdir. Baxın, bu hissə uşaqlıq boynu adlanır. Uşaqlıq boynu doğuş zamanı genişlənir və uşaqlıq yolundan ibarətdir. Eyni zamanda da xarici cinsiyyət orqanlarından ibarətdir. Deməli, kişi orqanizmində 2 toxumluq, 2 toxum çıxarıcı boru, 2 toxum kisəciyi oldu. Qadın orqanizmində 2 yumurtalıq, 2 uşaqlıq borusu olmuş oldu. Qızlarda 10-12 yaşından etibarən yumurtalıqlarda yumurta hüceyrə yetişməsi baş verir. Demək ki, bu yaşdan sonra yumurta hüceyrə yetişir. Yumurta hüceyrə yumurtalıqlarda əmələ gəldikdən sonra, bax burada yumurtalıqda əmələ gəldikdən sonra yumurta hüceyrə düşür uşaqlıq borusuna və uşaqlıq borusu vasitəsilə uşaqlığa doğru irəliləməyə başlayır. Əgər uşaqlıq borusunda mayalanma gedərsə, bu proses demək ki, mayalanma prosesi uşaqlıq borularında gedir. Mayalanma baş verdikdən sonra mayalanmış ziqot çox hüceyrəli şeymə çevrilir və bətndaxili inkişafın növbəti mərhələsi artıq uşaqlıqda gedir. Bax, bu hissədə gedir. Demək, uşaqlıq borusunda mayalanma gedir. Uşaqlıq borusunda yumurta hüceyrə tam yetişmiş olur. Düzdür, yumurtalıqlarda da yumurta hüceyrənin yetişməsi baş verir, amma onun tam yetişməsi prosesi uşaqlıq borusunda olur. Niyə uşaqlıq borusunda olur? Çünki uşaqlıq borusu yumurta hüceyrənin tam yetişməsi üçün bir şərait olur burada. Burada tam yetişir. Eyni zamanda buradakı temperatur həm hüceyrələrin hərəkətliliyi üçün uyğun şərait yaratmış olur ki, nəticədə mayalanma prosesi məhz uşaqlıq borusunda gedir. Digər cinsiyyət orqanlarında baş vermir. Elə burada
Düşün, müzakirə et, paylaş hissəsində də bizdən bu sual verir ki, nəyə görə məhz digər orqanlarda baş vermir? Çünki uşaqlıq borusunun temperaturudur, optimaldır, yumurta hüceyrə burada tam yetişir. Həmçinin hüceyrələrin hərəkəti üçün uyğun şərait burada yaranmış olur. Cinsi yetişkənlik dövründə, yəni 10-12 yaşdan etibarən yumurtalıqlarda estrogen hormonu ifraz olunmağa başlayır. Bax, bu yumurtalıqlar estrogen hormonu ifraz edir və onun təsirindən də təsiri ilə yetkinlik yaşına çatmış qızların ikinci cinsi əlamətləri yaranır. Necə ki, oğlanlarda testosteron hormonu ifraz olunurdu, o ikinci cinsi əlaməti yaradırdı. Qızlarda da estrogen hormonu ikinci cinsi əlamətin yaranmasına təsir göstərir. İkinci cinsi əlamətlər hansılardır? Bu zaman süd vəzləri böyüyür, bədənin qoltuq və qasıq nahiyələrində tüklər əmələ gəlir. Eyni zamanda çanaq geniş olur, əzələ kütləsi azalır, dərialtı piy toxuması daha çox olur, çiyinlər ensiz olmuş olur ki, bu da qadın orqanizminin quruluşuna təsir göstərir. Eyni zamanda estrogen dedik ki, deməli, yumurtalıq, uşaqlıq yolunun inkişafına, baxın, yumurtalığa, uşaqlıq yolunun bax bu hissələrə inkişafına təsir göstərir və uşaqlığın selikli qişasının böyüməsinə təsir göstərir. Eyni zamanda indi növbəti hissələrə də baxaq. O həmin hissələrə çatdıqda deyəcəm bir də nəyə təsir edir. Təxminən, deməli 10-12 yaşından etibarən menstruasiya baş verir, yəni aybaşı baş verir. Aybaşı siklik bir prosesdir. Necə ki, ürək sikli, biz deyirdik ki, ürək sikli qulaqcığın sistolası, mədəciyin sistolası, sonra ürəyin ümumi diastolasından ibarət olan siklik prosesdir. Eyni zamanda aybaşı özü də siklik bir prosesdir. Və bu sikl deməli 3 fazadan ibarətdir. Deməli, aybaşı sikli 3 fazadan ibarətdir. Birinci faza adlanır aybaşı fazası və aybaşı fazası 4-5 gün çəkir. Bu zaman nə baş verir uşaqlar? Buradakı deməli gəlin şəklə diqqətlə baxaq. Aybaşı fazası zamanı baxın, burada şəkildə göstərilir. Aybaşı fazası zamanı uşaqlığın divarı, sehli qişası dağılır. Və həmin dövr, yəni aybaşı fazası zamanı uşaqlığın divarı tamamilə selülit qişası dağılıb tökülür. Və burdan baxanda da görürük ki, baxın burada, bax bu hissədə, bax buradan belə xətt çəksək, bu aşağıda göstərilən hissə uşaqlığın selülit qişasıdır və görürük ki, aybaşı fazası dövründə, yəni 4-5 günün, deyək ki, bura 5 oldu, 4-5 günün sonunda uşaqlığın divarı tamamilə dağılır və ən aşağı minimum həddə çatır. Bax, bu zaman ora minimum qalınlıqda olur. Həmin dövr ərzində uşaqlıq, bax bu yuxarı hissəsi yumurtalıqdır. Yumurtalıqda follikullar, bax bu follikuldur, follikul yetişir, formalaşır və onun içində yumurta hüceyrələr yetişməyə başlayır. Demək, aybaşı dövründə uşaqlığın selülit qişası dağılanda, onun əksinə olaraq bax bu yumurtalıqlarda follikullar yetişməyə başlayır. Daha sonra gəlir ikinci dövr, ikinci faza. Deməli, ikinci faza adlanır aybaşıdan sonrakı faza. Aybaşdan sonrakı faza adətən deməli 9-10 gün davam edir. Və bu dövrdə nə baş verir? Gəlin bax bu hissəyə yenə baxaq. Bax bu hissə aybaşdan sonrakı fazadır. Biz deməli 28 günlük bir sikl götürürüksə əgər, yəni bu sikl 28 günün sonunda sonlanır. Bu zaman aybaşıdan sonrakı faza 14-cü günə qədər davam edir və 14-dən 5 çıxsaq və yaxud da 14-dən 4 çıxsaq, bu zaman nə qalır? 9-10 gün qalmış olur. Və bu müddət ərzində nə baş verir? Baxın, deməli, uşaqlığın ki, divarı dağıldı, uşaqlığın selikli qişası bərpa olunmağa başlayır. Görürsünüz, yavaş-yavaş qalınlaşmağa başlayır. Baxın, burada da görünür. Uşaqlığın selikli qişasının qalınlığının artması davam edir. Bax, görürsünüz, qalınlaşması baş verir. Eyni zamanda, baxın, buradakı biz cədvəldə də görə bilərik. Uşaqlığın divarı qalınlaşa gedir. Deməli, bu da baş verdi. Bəs yaxşı, yumurtalıqdan nə baş verdi? Aybaşı fazasında yumurtalığın içində
follikul ki formalaşırdı. Aybaşı fazasından sonraki fazada follikul daha da formalaşmağa başlayır. İçində yumurta hüceyrə tam belə deyək ki, formalaşır, yetişmə dövrünü keçirir və aybaşının özünün 14-cü günündə, yəni tam mərkəzi, yəni orta hissəsində 14-cü günündə follikul əmələ follikul deməli partlayır, belə deyək ki, və yetişir və onun içində olan yumurta hüceyrə çıxır, xaric olunur. Və yumurta hüceyrə xaric olunduqdan sonra baxın bu follikulun yetişməsinə biz ovulyasiya deyəcəyik. Yumurta hüceyrə düşür uşaqlıq borusuna. Və nəticədə uşaqlıq borusu ilə deməli yumurta hüceyrə uşaqlıq borusunda düşür. Əgər burada spermatozoidlə mayalanma baş verməzsə, yumurta hüceyrə uşaqlıq borusu ilə hərəkət edir və gəlir düşür uşaqlığa düşür və uşaqlığın düşəndən sonra selikli qişa dağılır. Baxın, yumurta hüceyrə düşdü uşaqlığa və mayalama baş vermədiyinə görə uşaqlığın selikli qişası dağılaraq bədəndən xaric olunur ki, bu xaric olunma prosesi də aybaşı fazası adlanır. Gəlin bunu biraz da daha da geniş danışaq. Demək, 14-cü gün ovulyasiya baş verdi yumurtalıqda. Yumurta hüceyrə follikul partladı, yumurta hüceyrə xaric olundu və yumurta hüceyrə xaric olunandan sonraki düşdü bax bu uşaqlıq yoluna. Bu zaman follikulun içində sarı cisim əmələ gəldi. Və uşaqlığın özünün divarının isə bərpa olunması davam edir. Baxın, görürsünüz, davam edir. Ta 21-ci gündə daha çox belə deyək ki, follikulun içində maksimum sarı cisim yaranmış olur. Ovulyasiya baş verənə qədər, bu hissəyə qədər estrogen hormonu sintez olunur. Estrogen hormonu. Amma ovulyasiyadan sonraki növbəti faza başlayır. 14-cü gündən sonra 3-cü faza başlayır ki, bu faza adlanır sarı cisim fazası. 14 gündən 28 günə qədər davam edir. Yəni 14 gün davam edir və yaxud da 2 həftə davam edir. Deməli, bir aybaşı siklində sarı cisim fazası 2 həftə davam edir və yaxud 14 gün davam edir. Həmin müddət ərzində uşaqlığın divarının bərpası prosesi 21-ci gündə maksimum olur. 21-ci gün maksimum olur. Sarı cisim də burada maksimum yaranmış olur və sarı cisim isə progesteron hormonu deməli sintez etməyə başlayır. Ki bu hormonun funksiyası nədir? Bu hormonun təsirindən uşaqlığın selikli qişası qalınlaşır və mayalanmış, əgər yumurta hüceyrə mayalanmışdırsa, yumurta hüceyrəni bu qəbul etməyə hazır vəziyyətdə olur. Və həmçinin progesteron hormonu deməli uşaqlıqda digər yumurtalıqda daha doğrusu digər yumurta hüceyrələrin yetişməsinin qarşısını alır. Demək, progesteron hormonu nə zaman ifraz olunur? Ovulyasiyadan sonra, yəni sarı cisim fazasında. Çünki ovulyasiya baş verəndən sonra follikulun yerində sarı cisim yaranmağa başlayır. Sarı cisim fazasında progesteron hormonu qoymur ki, bax burada növbəti follikullar yetişsin. Eyni zamanda uşaqlığın selikli qişasının dağılmasına imkan vermir, onu qalınlaşmasını təmin edir. Amma əgər təbii ki, yumurta hüceyrə bu hissədə mayalanmadısa, o zaman o düşür uşaqlığa. Baxın, artıq buradan çıxandan sonra bu hərəkət edir, uşaqlığa düşür və uşaqlıqda o mayalanmadığına görə artıq deməli 21-ci gündən sonra uşaqlığın divarı yavaş-yavaş deməli qalınlaşması, belə deyək ki, daha qalınlaşma prosesi getmir, dayanır və görürsüz sabit olaraq gedir və ondan sonra artıq 28-ci günün tamamında uşaqlığın qişası yenidən parçalanaraq tökülür. Yenidən deməli selikli qişası dağılaraq bədəndən xaric olunur və aybaşı fazası yenidən başlanmış oldu. Demək, birinci faza oldu aybaşı fazası. Həmin dövrdə estrogen hormonu sintez olunur.
ki estrogen hormonun funksiyası follikulu tam yetişməsinə təsir göstərir, həmçinin ikinci cins əlamətlərin yaranması bunun təsirindən idi. Həmin vaxtı follikulun yetişməsi davam edir. Aybaşı fazasında uşaqlığın divarı dağılır, minimum həddə olur. Sonra növbəti faza aybaşdan sonraki fazadır. Həmin fazada uşaqlığın divarı bərpa olunmağa başlayır. Həmin dövrdə də estrogen hormonu ifraz olunur, çünki o follikulun tam yetişməsini təmin edir və aybaşdan sonraki fazanın sonunda 14-cü gündə ovulyasiya baş verdi və ovulyasiya nəticəsində follikul partlayır, yumurta hüceyrə oradan xaric olunur və yumurta hüceyrə düşür uşaqlıq borusuna və orada hərəkət etməyə başlayır ki, orada tam yetişir. Həmin müddət ərzində uşaqlığın özündə, follikulun yerində sarı cisim yaranır. Sarı cisim progesteron hormonu sintez edir və sarı cismin funksiyası yumurtalıqda yumurta hüceyrənin yetişməsinin qarşısını alır. Uşaqlıqda isə uşaqlığın divarının parçalanmasının qarşısını alır. Təbii ki, əgər yumurta hüceyrə yetişməyibsə, sarı cisim yavaş-yavaş görürsüz sorulmağa başlayır, azalır və tam azaldığı müddətdən sonra uşaqlığın divarı yenidən parçalanaraq, belə deyək ki, dağılaraq tökülür. Demək, sarı cisim həm uşaqlığın divarının dağılmasının qarşısını alır, həm də yumurta hüceyrənin yetişməsinin qarşısını alır. Yeni doğulmuş qız uşaqlarında, qız orqanizmində hər yumurtalığında, hər birində 400 min, deməli, 400 min yetişməmiş yumurta hüceyrə olur. Yeni doğulmuş qızda. Deməli, cəmi burada da 400 min olursa, 800 min yumurta hüceyrə ilə qadın dünyaya gəlir. Qadın orqanizmində ömür boyu 350, 500 yumurta hüceyrə yetişir, əmələ gəlir. Və onlar bu dediyimiz, bax bu follikullarda, bax bu qovuqcuqlarda əmələ gəlir. Uşaqlıq borularında təbii ki, düşdükdən sonra həmin yumurta hüceyrələr tam yetişmiş olur. Və əgər biz hesablasaq ki, 10-12 yaşdan etibarən deməli aybaşı baş verir yetkin qadın orqanizmində, həmin bu aybaşının yetkin qadın orqanizmində aybaşının sikli, bax biz 28 günlükdən danışdıq, 20-30 gündən bir təkrarlanır. Yəni qadınlarda fərqlidir. 20 gündən bir ola bilər, 25 və yaxud da 28 bizə bu məsələlərin şərtində verəcək. Əksər hallarda təbii ki 28 gündən bir davam edir. 45-55 yaşlarında isə bu proses pozulur ki, buna biz menopauza deyəcəyik. Demək, ən çox qadın orqanizmi 10 yaşdan 55 yaşa qədər deməli aybaşı sikli baş verə bilər və yaxud da menstruasiya baş verə bilər. Ən azı dedikdə isə 12 yaşdan 45 yaşa qədər deməli menstruasiya baş verə bilər. Və niyə biz dedik ki, cəmi 350-500 yumurta hüceyrə yetişir? Tutaq ki, belə deyək ki, yumurta hüceyrələrinin yetişməsi hər ay bir yumurtalıqda baş verir. Və əgər biz nəzərə alsaq ki, hər ay demək 28 gündən bir yumurta hüceyrə yetişir, bir ildə bilirik ki, 365 gün var və aybaşı da 28 gündən bir deməli baş verirsə, o zaman biz 28 günə bunu bölsək, təxminən 13 deməli aybaşı sikli olur. Deməli, bir ildə qadın orqanizmində 13 aybaşı sikli olur. Və əgər 12 yaşdan 45 yaşa qədər aybaşı baş veribsə, baxaq neçə il davam edir? 45-dən 12 çıxanda qalacaq. Deməli 2-dən 5, 3, 33. Deməli 33 il aybaşı baş veribsə, əgər onda tapa bilər ki, neçə yumurta hüceyrə yetişir. Çünki bir dəfə aybaşı siklində bir yumurta hüceyrə yetişir. Bir dəfə birində yetişir, növbəti ay digərində yetişir. Birinci ay əgər tutaq ki, birinci ay bu yumurtalıqda yetişdirsə, ikinci ay növbətində yetişir. Üçüncü ay burada, dördüncü ay burada, beşinci, altıncı ay burada, 7 burada, 8 burada, 9, 10, 11, 12 və 13 və belə baxsaq bir yumurtalıqda 1, 2, 3, 4, 5, 6, 7. Deməli, bir yumurtalıqda 7 aybaşı sikli baş verdi. Digər yumurtalıqda isə 6 aybaşı sikli baş vermiş olur. Və deyək ki, əgər 33 il aybaşı baş veribsə, bir ildə 13 aybaşı baş veribsə, 33 ildə deməli x olacaq. X-ə bərabərdir. 13-ü deməli 33-ə vurduqda 13-ü 33-ə vuraq, gəlin uşaqlar.
E, Hə, uşaqlar. Deməli, bu zaman təxminən bizdə rəqəm olacaq. Deməli, 429. Bax, buradan da görürük ki, 429 deməli, yumurta hüceyrə yetişmiş olar. Yəni, aybaşı baş verər. Ona görə də görürük ki, deməli, 500-dən artıq olmadı. Və yəni, bu civarda olur. Təbii ki, əgər hamiləlik baş veribsə, yumurta hüceyrələrinin yetişməsi də miqdarı da az olar. Çünki hamiləlik olduqda 9 ay müddətində yumurta hüceyrələr yetişməyəcək. Gəlin, deməli, burada olan öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Bu şəkildə aybaşı sikli zamanı qanda cinsiyyət hormonlarının miqdarının dəyişməsi göstərilmişdir. Təbii, buradakı qrafikdən söhbət gedir və verilənlərə əsasən hormonal dəyişiklikləri aybaşı siklinin fazalarına deməli, gəlin uyğun izah edək. Sizcə hamiləlik zamanı progesteronun miqdarı niyə dəyişir? Gəlin baxaq. Demək, biz burada nə görürük? Qırmızı rənglə verilən hissə bizə burada estrogen hormonunu göstəribdir. Yaşıl rənglə isə bizə progesteron hormonunu göstəribdir. Və birinci gündən baxırıq ki, 14-cü günə qədər estrogen hormonu 14-cü günə çatdıqda daha çox ifraz olunur. Yəni arta-arta gedir. Və həmin müddət ərzində baxın, estrogen hormonu, baxın, bax bu 14-cü günə qədər davam edirsə, bax bu müddət ərzində bu hissədə deməli qanaxma baş verib, yəni endometriya dağılır, amma növbəti hissələrə getdikcə yumurtalığın divarı, uşaqlığın divarı qalınlaşmağa doğru gedir. Deməli, estrogen hormonu ifraz olunur və həmin dövrə qədər yumurta hüceyrə yetişir, follikul yetişir daha doğrusu. 14-cü gündən sonraki ovülyasiya baş verir. Ovülyasiyadan sonra artıq estrogen hormonunun baxın miqdarı azalmağa başlayır. Və miqdar azaldıqda bunun əksinə olaraq burada follikulun yerində bildik ki, sarı cisim yaranır və həmin müddət ərzində artıq yaşıl, yəni progesteron hormonunun miqdarı artmağa başlayır. Əgər hamiləlik olarsa, baxın, progesteron hormonu hamiləlik olarsa, progesteron hormonu olduğu kimi qalır. Niyə? Çünki progesteron hormonu uşaqlığın divarının dağılmasının qarşısını alır. Yəni böyüyən, damarlaşan endometriumu görürük. Yəni uşaqlığın daxili divarı qalınlaşa gedir və hamiləlik olduqda bu qalınlaşma sabit qalır. Yox, əgər hamiləlik olmazsa, baxın, progesteron hormonunun miqdarı azalmağa başlayır. 21-ci gündən təxminən sonra deməli hormonun miqdarı azalır. Çünki həmin müddət ərzində hamiləlik baş vermədikdə sarı cismin miqdarı azalmağa başlayır. Baxın, burada görürsünüz. Sarı cismin miqdarı, baxın, əvvəlcə çoxdur, sonra get-gedə azalmağa başlayır və həmin müddətdə artıq endometriumun qalınlaşması, sabitliyi dayanır və sonra dağılaraq, yəni aybaşı baş verir və endometrium qalınlığı azalır, dağılır və ən minimum həddə çatır. Baxın, aybaşı deməli fazasının sonunda uşaqlığın divarı minimum qalınlıqda olur və yaxud da ki, aybaşdan sonraki fazanın əvvəlində uşaqlığın divarı minimum qalınlıqda olmuş olur. Endometriumun qalınlaşması sarı cismin fəaliyyətinin aktivləşməsindən necə asılıdır? Təbii ki, sarı cisim fəaliyyəti aktivləşirsə, endometrium qalınlaşması davam edir və sabit qalır. Aktivliyi zəiflədiksə, dağılmağa başlayır. Öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Şəklə əsasən işarələnən hissələr də aybaşı sikli zamanı hansı proseslərin baş verdiyini izah edək. Birinci hissə yumurtalıqdır. Burada yumurta hüceyrə yetişir. İkinci hissə uşaqlıq borusudur. Bu hissədə yumurta hüceyrə tam yetişməsi baş verir. Yəni birinci hissədə yumurta hüceyrə yaranır və follikul yetişir, ovülyasiya baş verir. Yumurta hüceyrə follikul dağılır və yumurta hüceyrə, yetişmiş yumurta hüceyrə uşaqlıq borusuna keçir. Amma uşaqlıq borusunda isə artıq tam yetişmə baş verir və yaxud da burada mayalanma baş verə bilər. Mayalanma baş verdisə əgər uşaqlığın divarı qalınlaşa gedir və dağılmır. Yox, əgər mayalanma baş vermədisə, yumurta hüceyrə düşür uşaqlığa və burada uşaqlığın divarı dağılır və onunla bir yerdə xaric olunur və aybaşı fazası baş vermiş olur. İkinci
İkinciyə baxaq, kişi orqanizmində sidik kanalının iki əsas funksiyaları hansılardır? Sidik kanalı həm deməli spermatozoidlərin spermanın xaric olmasında iştirak edir, həm də sidiyin xaric olmasında iştirak edir. Həm sidik cinsiyyət sistemi deməli burada ümumiləşir. Sidik kanalının cinsiyyət sistemi ilə əlaqəsini izah edin. Bu şəkildə izah etdik. Toxum çıxarıcı boru ilə uşaqlıq borusunun ümumi və fərqli cəhətləri. Uşaqlıq borusu da, toxum çıxarıcı boruda sayı 2 ədəddir. Hər ikisində cinsiyyət hüceyrələri hərəkət edir. Amma uşaqlıq borusunda yumurta hüceyrə hərəkət edir, toxumlu çıxarıcı boruda isə spermatozoidlər hərəkət edir. Həmçinin uşaqlıq borusunda mayalama prosesi baş vermiş olur. Bu qədər uşaqlar bu dərsimiz. Ümid edirəm ki, hər bir şey sizə aydın oldu. Sağ olun.